125, 75, 50. Mən bunları silə bilərəm. Bu hissə artıq mənə lazım deyil. Nə edəcəm? Keçid diaqramlarla işləyəcəm. Amma nəyi bilməliyik biz diaqramlardan işləyəndə? Onu bilməliyik ki, diaqramlarda hər zaman bəli, saat əqrəbi istiqamətində gedəcək. Yəni, sizə verilmiş diaqram bu istiqamətdə gedəcək. Əgər baxsaq cavablara, baxın, faizlərə uyğun olaraq nə görürəm? Mən görürəm ki, 125, 75, 50 faizləri necə təyin edəcəm? 75 ilə 50-ni toplayanda 125-i alıram. Yəni, avtomatik olaraq mən 2 ədədi toplayanda 3-cünü alıramsa, biri digər obisindən 50% təşkil edir. Yəni, diaqramın 50% bir ədəd, ikisi isə digər ədəd aiddir. Bəs faizləri necə böləcəm? Faizlər də ki, aşkar məsələdir, onu da sizə rahat verir. 125, 75, 50. Burada 50-yə uyğun olacaq 20%. Bu olacaq bizim 30%-imiz. Bu da olacaq bizim 50%-imiz. İndi burada əsas məsələ nədir? Əgər baxsaq, A-da da C-də də eyni şeyi verir. Baxın, 50%-i burada verir, 20-ni 30-u verir. Amma A-da baxın, A-da necə verir? A-da 50%, 30%, sonra 20%. Saat əqrəbi istiqamətində quracaqsınız diaqramı. Yəni, saat necə 12-dən başlayır? 12-dən başlayırsa, bu istiqamətdə davam edəcək. Ona görə də, baxın, birinci 50 gələcək. Çünki A1 xanasının qiyməti 50-dir, 50%-ə bərabərdir. Sonra B2 xanasının qiyməti, sonra C2 xanasının qiyməti nə edəcək? Gəlmiş olacaq. Aydın oldu?